Salamlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Ümidvaram ki, gününüz yaxşı keçir. Bugün sizlə davam etmək istədiyim mövzu resurs və enerji məsələsidir. Yəqin ki, bura qədər gəlmisənsə, müxtəlif videolarıma baxıb gəlmisən, baxmamısansa əvvəlki videolarıma da keçid edib baxmağını tövsiyə edirəm. Mən psixoloq Könül Babaşzadə bugün sizə psixoloji dillə desək, sadə izahla, qısa və net, həm şəxsi inkişaf yönümlü, həm psixoloji mexanizmimizi izah edən bir yol göstərəcəm. Ümid edirəm ki, bu yol sizin üçün praktik və həyatınızda istifadə edəcəyiniz bir yol olacaq. İndi isə davam edirəm resurs məsələsi ilə. Ümumiyyətlə, son günlər insanların, belə deyək ki, yaxşı mənada ən çox istifadə etdiyi cümlələr resurs, enerji. Düzdür, mən bunu fərqli videolarda fərqli cür danışmışam, amma bugün danışmaq istədiyim birbaşa resurs və enerji məsələsi insanların daxili boşluqlarını doldurmaq istəyi ilə əlaqəli olan bir məsələdir. Qısa, öz, net, çox rahat və relaks şəkildə davam edək. Ümumiyyətlə qeyd edək ki, resurs sözü bərabərdir enerji. Ümumiyyətlə spiritual aləmdə buna enerji deyirlər. Resurs daha belə biraz müasir və şəxsi inkişaf koçları daha çox resurs işlədilir. Psixoloji dildə isə desək, mənim daxili gücüm, iradə sferam, yəni bu cür gedir. Amma indi artıq dildə də biraz dəyişiklik gedir deyə enerji, resurs. Ona görə terminlərə girmirəm. Elə bu istiqamətdən də davam edirəm. Bizim hər birimizin bir resursu olur, yəni bir enerjisi. Resursumuzu bəs necə müəyyən etmək oluruq? Birinci növbədə mən bunu 5 əsas ehtiyac şəklinə bölmüşəm. Əgər sənin ehtiyacın 5 etaplıdırsa, birinci bizim ehtiyacımız var, mənəvi ehtiyaclar. Mənəvi ehtiyaclar dedikdə bura emosional ehtiyaclar nəzərdə tutulur. Yəni, bura sənə aiddir, sevilmə ehtiyacın, dəyər görülmə, təsdiq olunma, yetərli hiss edilmən, dəstək alman, yəni sənə mənəvi nəyi rahat hiss elətdirir özünü. Məsəl üçün, xoşhal olmaq, yəni bu mənəviyyatla aiddir. Sonra daxili uşağını başa düşən birinin olması, sənin necə deyim, özünlə olan kommunikativ münasibətin, ətrafındakı insanlarla mənəvi bağ. Yəni bu bizim mənəvi və emosional ehtiyacımızdır. İndi resurs və enerjini niyə görə mən indi ehtiyacları qeyd edirəm hal-hazırda, qarışdırmayaq. Ehtiyaclarla niyə əlaqəlidir, buna baxırıq. İkinci növbədə bizim əsas, yəni ehtiyacımız nədir? Yəni təbii ki, mən bunu ehtiyaclar əsasən Maslow'un piramidasına əsasən baxa bilərsiniz. Sadəcə mən bunu öz variantımda konspektləşdirmişəm, amma sizə yaxın olan bir variantda. İkinci etap bizdə gəlir, deməli nə? Bizdə gələcək maddi ehtiyaclar. Sənin maddi ehtiyacların nədir? Tutalım ki, atıram evdir, maşındır, məsəl üçün puldur, davamlı parfüm alınmasıdır, hədiyyələr alınmasıdır, restoranlarda. Məsələn, mənə maddi tutalım ki, kosmetik vasitələrdir. Ya bunu sənin kimdənsə istəyirsən versin sənə və yaxud da ki, sən bunu özündə yaratmaq istəyirsən. Yəni bunun fərqi yoxdur, istəyir mənəvi, istəyir maddi. Bir var, ya sən istəyirsən sənə dəyər versinlər, sevsinlər, görsünlər, yetərli hiss eləyəsən, ya da fərqi yoxdur. Məsələn deyirəm, sən istəyirsən ki, tutalım ki, davamlı olaraq sənə parfum alsınlar, maşın hədiyyə etsinlər və yaxud da sən özünə. Yəni bu fərqi yoxdur, mən başqasına istəyirəm, yoxsa özümə. Yəni bu ehtiyacdır. Sadəcə bundan danışırıq. Üçüncü etapda gəlir bizim cinsəl ehtiyaclarımız və buna fiziksel, bədən deməli təmasıyla olan ehtiyaclar nəzərdə tutulur. Yəni bu o deməkdir ki, mən öz cinsəl ehtiyacımı ödəmək istəyirəm və yaxud da ki, bədənimin ehtiyacı var, idman eləmək istəyirəm, qida rasionumu azaldıb, məsəl üçün diyeta tutmaq istəyirəm və yaxud da əksinə kökəlmək istəyirəm. Və yaxud da ki, tutalım ki, müntəzəm biri ilə və yaxud da yoldaşımla, partnyorumla davamlı cinsəl bir münasibətimin daha balanslı bir həyata keçməsini istəyirəm. Yəni bu da bir ehtiyacdır. Dördüncü ehtiyaclara mən əlavə edirəm intellektual sıralamanı, özünüz də dəyişə bilərsiniz. İntellektual ehtiyaclar, yəni məsələn mən bugün oturub biri ilə diskussiya edərkən anlaşılmaq, empatiya qurulmaq və yaxud da ki mən biri ilə məsəl üçün tutalım ki, ünsiyyət qururam. Məsələn mən təyyarədən danışıramsa, o gedib məsəl üçün deyirəm dağın başında nə bilim otlardan danışmır və yaxud da ki mən bugün ingilis dilindən danışıramsa, o ingilis dili pisdir, niyə öyrənirsən, boş zaman itkisidir. Yəni burada artıq görsən fikirlər üst-üstə düşmür. Yəni ehtiyacdır. Mən bunu başqasından gözləyirəm və mən özümə. Və mən əslində biraz tərəddüdlü qaldım. Onun 5-ci ehtiyacı da mən əlavə edərdim, hətta deyərdim zaman ehtiyacı. Bir çox insanın özünə verə bilmədiyi bu zaman ehtiyacıdır. Bir çox insanın başqalarından özünə görə bilmədiyi zaman ehtiyacıdır. Məsələn deyirəm, tutalım mən partnyorumdan müntəzəm olaraq, yəni davranışsal olaraq zaman ayırmasını istəyirəm. Mənə görüşlər təklif etməsini, bir yerdə vaxt keçirməyi və yaxud da ki, tutalım ki, mən özümə zaman
yaradıb, məsəl üçün bugün salona getmək istəyirəm, kitabxanaya getmək istəyirəm. Yəni necə eləyim ki, zamanım olsun və yaxud da ki, qarşı tərəf zamanı olsun. Okay. Uzun sözün qısası gəldik, indi 5 punkt yazdım. Mənəvi ehtiyac, maddi ehtiyac, fiziksel, cinsel, intellektual və mən qeyd etdim zaman ehtiyacı. Bu ehtiyaclar mənə özümə verməsi vacibdir və mənə qarşı tərəfdən bu ehtiyacların olması vacibdir. Tamam, yəni bura qədər sizə artıq aydın oldu ki, söhbət nədən gedir. İndən sonrası davam edirəm bu enerji resurs məsələsi. Sənin enerjini, sənin resursunu mənim qeyd etdiyim bu 5 punkt müəyyən edir. Əgər səndə bu ehtiyac, qeyd elədiyim bu ehtiyaclarda hansısa birində bir boşluq varsa, məsələn, mənim deyək ki, mən maddiyatdan gedəcəm, çünki günümüzün, görün qırmızı yazır, günümüzün, günümüzdə əsas ehtiyac qadınların daha çox kişilərdən pul istəməsidir. Kişilərin də qadınlardan daha çox cinsel və fiziksel tələbatını ödəməsidir. Qadın kişiyə deyir ki, mən sənin cinsel objen deyiləm, kişi də qadına deyir ki, mən sənin pul kaşluqun deyiləm. Ona görə mən əsasən burada maddi və cinsel tələbatlardan danışacağım. Günümüzün aktual olan bir mövzusudur. Məsələn, mən tutalım ki, bu ehtiyacları başa düşdüm. Mən tutalım ki, maddi ehtiyacımı özümə deyə bilmirəm. Bu mənim daxili bir boşluğumdur və mən qarşıma insanları, kişiləri seçərkən və yaxud da qadınları seçərkən fərqi yoxdur. Mən çalışıram ki, maddi imkanları geniş olan bir insanı seçim. Diqqətli olaq burada. Və mənim fokus nöqtəm maddi imkanlı insanlar olur. Çünki mən fikirləşirəm ki, maddi imkanlı insan yalnız mənim maddi resursumu ödəyə bilər, maddi ehtiyacımı ödəyə bilər, maddiyyatımı ödəyə bilər. Axı, məndə bu yoxdur, boşam. Mən burada boş olandan danışıram. Dolu olana da girəcəm ki, dolusuzsa necədir. Boşamsa və mən davamlı qarşıma, yəni əslində məntiqlə də, yəni mən maddi birini tapmalıyım ki, mənim maddi ehtiyacımı ödəsin də, yəni fərqi yoxdur, düzü bu məntiqli seçimdir. Amma sən burada boş, yəni sən özünün maddi ehtiyacını ödəyə bilmirsənsə, sən küçədə, yəni çöl dünyada gedib, məsələn, atıram 1 milyon manat pulu olan və yaxud da ki 10 min manat maaş qazanan bir bəyi və yaxud da bir qadını görüb, məsələn, görüb. Bu boş versiyanla ondan özünü doldurmağa çalışacaqsan və belə olan halda özünə xəyanət edəcəksən və sən aslı, narsist, bağımlı, abuzer münasibətlərinə düşəcəksən. Bu arada qısa reklamlar, mənim mənəvi həyatlar ödənişli kanalım var, Telegram kanalında. Abunə olaraq bu etapların hamısını öz üzərinizdə işləyə bilərsiniz. İndi isə diqqətlə qulaq asın. Sən boş versiyanla bu insanlara getsən, yəni sən nə qədər desən də ki, mənim üçün pul əsas deyil, mənim üçün həyatda, əslində özünü aldadırsan, çünki sən bunu özünə verə bilmirsən. Getmirsən küçədə bir dənə milyonçu görmürsən, bir dənə 10 min manat, nə bilim, 80 minlik maşın sürən birini görmürsən, avtomatik ondan sənə maddi ehtiyacını ödəməsini istəyirsə, başlayırsan özünü ona sevdirməyə, özünü ona təsdiq elətdirməyə, o səni təhqir eləsə də dözüb qalmağa və yaxud da o səni yox saysa da, məsəl üçün, hələ də ona tutunub qalmağa, aslı bağımlı münasibətə düşməyə, partnyor və anat obrazını yükləməyə, gözləntilərdə olmaq, bəlirsizliklərə dözmək, tərk edilməkdən qorxmaq, rədd edilməkdən qorxmaq, itirməkdən qorxmaq, qorxular qalır. Çünki niyə bu boşluğu doldura bilmirsən? Gedirsən dolu bir insana, deyirsən ki, ey 10 min manat alın, ey 1 milyon alın, mənə gəl maddi ehtiyacımı doldur. Sən bunu desən də deməsən də, bax enerjidən danışırdım da, resursda. Sənin bu maddi boşluğun enerjisel səviyyədə görünür, şuuraltı olaraq görünür. 10 minlik insan qabağa çıxanda, yəni maaş alar və yaxud da 1 milyonçu imkanlı bir insan qabağa çıxanda sənin bu boşluğu enerjisel şəkildə hiss edir. İzah edə bilirəmmi? O hiss edir ki, bu insanın pula ehtiyacı var və başlayır səndən artıq cinsəllik istəyir, səndən istifadə etmək istəyir, qarşılığında pul sunur, təkliflər verir, bla bla bla. Sən də deyirsən, niyə ancaq mənim qabağıma cinsəl təkliflər çıxır? Niyə ancaq mənə şərtli pul xərcləyirlər? Niyə mən bir kişiyə, nə bilim, bir qadına mən özümə havayı nələrsə elətdirə bilmirəm? Niyə? Çünki boşsan. Amma indi gəlin bunun əksini izah edeyim. Əgər sənin maddi vəziyyətin deyək ki, doludur. Məsələn, mən bugün tutalım ki, 10 manat pul qazanmışam. Mən maddi gücümü yaratmışam və bu 10 manat qazanmışam və bunu qəbul edirəm ki, mən 10 manat pul qazanmışam, bunu bacarmışam, etmişəm. Öz keçmişimi, hər şeyimi qəbul etmişəm. Yəni bir çox psixoloji, şəxsi inkişaf dəstəyi götürmüşəm, psixoloji yönləmişəm və qəbul etmişəm. Və mən doluyam. Mənim qabağıma 10 mində çıxanda, 20 mində çıxanda, 1 milyonda çıxanda fərqi yoxdur. Kim çıxsam, mən orada bir insanın maddiyyatına görə dəyər vermirəm. İstəsəm də, istəməsəm də vermirəm. Düzdür, maddiyyat məni cəlb edə bilər, məni etirazlandıra bilər, xoşuma gələ bilər, sevinə bilərəm. Amma mən bir insanın mənə olan davranış tərzini, mənə olan münasibət tərzini onun pulunun meyarı ilə müəyyən etmirəm. Nə də özümü ona məcbur edib aslı və bağımlı bir münasibətə girmirəm ki, bu imkanlıdır, tipa bundan başqa kişi və ya qadın yoxdur demirəm.
Bu dolu versiyamdan, yəni 5 manatlıq, 10 manatlıq dolu versiyamdan o insanın qabağına çıxanda mən avtomatik şüuraltı olaraq o insanın üzünə dəyər verirəm. O insanı olduğu kimi görürəm, qiymətləndirirəm və özümü də olduğum kimi o insana suna bilirəm. Əvvəl məsələn boş idim, çalışırdım ki, aksesuar taxım, qoy görsün ki, mən məsələn imkanlıyam, paltarımı belə giyinim, qoy görsün ki, mən səliqəliyəm, qoy dırnaqlarıma gedim, qoy lazerə gedim, qoy popo doldurum, qoy sinə qoyum ki, qoy kişi belə görsün. Əvvəl buna ehtiyac duyurdumsa, artıq mən yəni saçım yağlı da olsa, gözlərimin makiyajı axsa da, nə bilim də, yəni 5 manatlıq köynək geyinsəm də, mən tələsmirəm, mən olduğum kimiyəm. Qazandığım olan o 5 manatı da mənimsəyirəm və öz variantımdan qazanmışam. Və insan qarşısına çıxır. Və həmin insan artıq başa düşür ki, məsələn, bu insan mənim maddi durumuma görə mənim yanımda deyil. Bu insan, misal üçün deyirəm, mən bunu maddiyyata aid misal çəkirəm, amma bu etapı mənəvi tələbatlara da fiziksel, intellektual da eləyə bilərsiniz. Yəni bu insan artıq mənim, yəni maddiyatıma görə yox, həqiqətən mənim özümə görədir. Təbii ki, siz də artıq burada sərhədləriniz, standartlarınız olur o insana qarşınıza çıxanda. Yəni istəyir iş müdürü olsun, rəhbər olsun, istəyir dövlət adamı olsun, istəyir insanın fərqi yoxdur. Yəni bu insan şuuraltı olaraq siz o mesajı verirsiniz ki, mən özümlə barışıram, 5 manat da alsam mən həyatımda xoşbəxtəm, özümün bütün versiyalarını da qəbul edirəm. Yəni bu cür çıxırsınız və həmin insan da sizi olduğu kimi, siz onu olduğu kimi gördüyünə görə o insan da sizi olduğu kimi görünür və münasibət alınırsa səmimi qəlbdən alınır. Normal şəkildə gedir, anormal getmir, toksik getmir, narsistik getmir. Sual verə bilərsiniz ki, bəs mən bunun üzərində necə işləyim? Təbii ki, mən bu qədər danışdım və siz həqiqətən çox şeyin fərqində oldunuzsa, mən tövsiyə edirəm ki, mənim mənəvi həyatlar kanalıma, ödənişli kanalıma keçid eləyəsiniz. Çünki nə qədər ödənişsiz fayda sunsam da, adı üstə ödənişsiz faydadır. Amma ödənişli hissədə götürəcəkləriniz çox olacaq. Bu etapları işləyə və mənə də şəxsi suallarınızı ünvanlaya bilərsiniz. Eyni şeyi cinsəlliyə dair eləmək istəyirəm. Sənin məsələn deyək ki, cinsel tələbat və özünə, yəni mənim özümə ödəyə bilmədiyim ehtiyacımı mən küçədə axtarıramsa, çöldə axtarıramsa, o boşluq məndə asılı, bağımlı, narsiz, abuziv münasibətlərinə gətir. Amma mən cinsel tələbatımı ödəmirəm, çıxmışam çölə. Özümə başlayıram ki, kimsə mənim gəlsin cinsel tələbatımı ödəsin, mənim ehtiyacım var, tələbat axtarım və təbii ki, həmin insan məndən toksik bir münasibətə girəcək. Və yaxud da ki, mən mənəvi, emosional tələbat, özümün sevilməyə ehtiyacını ödəyə bilmirəm, yetərli ehtiyacımı ödəyə bilmirəm. Küçədə gedirəm ki, ay Allah, məni sevən olsaydı, məni istəyən olsaydı, ay Allah, mənə dəyər verən olsaydı, mən kimisə qadını kimi sevsəydi falan filan deyə. Gedirsən özünü eləyirsən, yəni o insan olduğu kimi görməyib, özünü salırsan belə cəngəlliyi itirib batırsan. O isə ki, sadəcə bu ehtiyaclarımız üzərində işləmək bir-bir, bu ehtiyaclarımızı bir-bir qaydasına qoymaq və küçə ilə də, insanlarla da, çöl dünya ilə də kommunikasiyası özümüzə verib çöl dünyaya çıxmaq lazımdır. Bu cür olan halda sənin yanında olan insanlar ancaq və ancaq səni həqiqətən istədiklərinə görə olacaq və sənin yanında olan insanlar həqiqətən sənə sən olduğun üçün dəyər verəcəklər. Hansısa bir şərtli meyara girməyinizə ehtiyac olmayacaq. Burada sizin bonus olaraq özlərinizdə işləməyiniz lazımdır. Şəxsi sərhədlər, standartlar, ehtiyaclar mövzusunu. Bax belə, yəni bizim ehtiyaclarımız bizim resursumuzu, bizim enerjimizi müəyyən edir. Və insan həyatındakı insanları necə çəkir? Enerjini. Sən necəsənsə çöl dünya elədir. Enerji olaraq çəkirik, enerjisel çəkirik, resursumuzla çəkirik. Ona görə gedib küçədə kimlərsə günahlandırıb, sən mənə belə elədin, mən sənə belə elədim, oturub ağlayınca bircə dəfə özünüzə yatırım eləyin, həqiqətən özlərinizdə işləyin. Sizi dəvət edirəm mənim mənəvi həyatlar ödənişli psixoloji inkişaf kanalıma. Bu video sənə fayda oldusa, like etməyi unutma. Aşağıda qoyduğum məlumatlara müraciət edərək mənimlə əlaqə saxlaya bilərsən.